Yaxşı, siz hamınız yaxşı bilirsiniz ki, mən hələ Sovet vaxtı, 70-ci illərdə, bəli, vəzifəli şəxslərin bağ evləri tikməsini qadağan etmişdim. Yadınızdadır? Niyə qadağan etmişdim? Hər yerdə tikirdilər başqa respublikalarda. Çünki vəzifəli şəxsin o cürə bağ tikməyə qanuni vəsaiti yoxdur. Demək, əgər o bunu tikirsə, bu hardansa qanunsuz istifadə edir. Ona görə də mən bunları qadağan etmişdim. Vəzifəli şəxslərə şəxsi avtomobil almağı qadağan etmişdim. Və bir neçə zavod direktorlarını bu işə görə, PÇK-nın işlərini bu işə görə mən işdən çıxartdım, cəzalandırdım. Mənim bu ciddi tədbirlərim nəyə yönəlmişdir? Azərbaycanda qanun qayda, bir də ki, bu rüşvətxorluq, vəzifədən sui-istifadə etmək, korrupsiya. Bunu Sovetlər İttifaqında